Hamıya salam, necəsiz? Mən Qəzra Akademiyadan Sona müəlliməm. Bugün sizlərlə A2 levelin 3-cü dərsi ilə davam edirik. İstəyirəm ki, bugün sizlə birlikdə when qaydasını izah edim. When qaydası bəzən asan görülən, amma bəzən də təəssüflər olsun ki, qarışdırılan mövzulardandır. Mən də istədim ki, bugün A2 levelin əvvəlində deyil artıq, 3-cü dərsimizdə bu mövzunu sizlərə izah edim. Hazırsınızsa başlayaq. Deməli, öncəliklə bunu bilmək lazımdır ki, when nə vaxt, nə zaman deməkdir. Bunu onsuz da biz bilirik. Amma when bəzən cümlələrin tərkibində bir şəkilci kimi düşünsək, when'in mənası olur anda, əndə, qaçanda, gələndə. Həmin bu şəkilci olaraq qəbul edir. When'i biz 3 zamanlı istifadə edə bilərik danışarkən. Deməli, biz when olan cümlədə present simple istifadə edə bilərik. Amma əgər biz present simple, yəni indiki saatli zaman istifadə ediriksə, növbəti cümləmizi zamanlı olaraq future simple istifadə etməliyik. Future simple nə deməkdir dostlar? Future simple yəni gələcək zaman, indiki zaman gələcək zaman kimi uyğunlaşdırılır. Daha sonra biz when-dən sonra istifadə edə bilərik past simple. Past simple nə deməkdir? Keçmiş zaman, sarı keçmiş zaman. Yadımda salaq qısa bir xatırlatma. Past simple nə deməkdir? Feillərin sonuna ya ida atırırdıq və yaxud da onları kökündən dəyişirdik. Bir dənə kökündən dəyişən bir feil yazaq. Məsələn, write yazmaq, yazdı deyəndə olacaq wrote, okay? Və yaxud da ki, ida atdığımız travel, səyahət etmək, səyahət etdi, traveled kimi bu forma davam edir. Yaxşı, when-dən sonra biz past simple həmişə olduğu üçün bir aksiya olmalıdır. When-dən sonra biz past simple istifadə etdik. Bir də when-dən sonra biz istifadə edə bilərik past continuous. Past continuous. Yaxşı, past continuous necə olur bizim cümlə sıramız? Biz belə deyirdik, mübtəda, subject plus was were, plus verb, and verbin də sonuna mütləq ing artırdıq. İndi nə zaman was, nə vaxt were deyirdik? Cümləmizin mübtədası he, she, it və I olduğu zaman was istifadə edirdik. We, you, they də isə were istifadə edirdik. İndi isə gəlin cümlələrlə birlikdə nə demək istədiyimizsə daha yaxşı başa salın. Yazıram ki, hansına istifadə edir? Birinci başlayaq present simple, future simple olanda. Məsələn, deyək ki, hava yağışlı olanda mən parka getməyəcəm. Belə bir cümləmiz var. Hava yağışlı olanda mən parka getməyəcəm. Olanda həmin bu anda when demək, düzdürmü? When-i yazdım. Hava yağışlı olanda, hava nədir? Weather. When the weather yağışlı olanda, olmaq nədir? To be-nin formalarıdır və biz artıq digər cümləni getməyəcəm, gələcək zaman istifadə etdiyim üçün burada present simple deməliyəm. Present simple-ın yerinə, yəni hərəkət yoxdursa, indiki zamanı mən nə istifadə edəcəm? Am, is, are. Deyəcəm, when the weather is raining, mən parka getməyəcəm. I will not go to the park. İndi mən burada will not istifadə etdim, düzdürmü? Çünki future simple-da necə idi bizim cümlə quruluşumuz? Will plus verb one, düzdürmü? Will və feilin sayılı formasını istifadə edirik. İnkarında isə willdən sonra not istifadə edirik sadəcə olaraq. Yəni, when the weather is rainy, I will not go to the park. Mən parka getməyəcəm. Hava yağışlı olsa və yaxud da ki, olanda, daha olsa yox, olanda mən parka getməyəcəm. Gəlin indi when-lə past simple ait bir cümlə quraq. Deyirəm. Deyək ki, ikinci cümləmiz. Mən yemək yeyəndə qardaşım qapını açdı. Qardaşım
qapını açdı. Markımız dəyişim. Mən yemək yeyəndə qardaşım qapını açdı. Mən yemək yeyəndə. When I yemək yeyəndə. Yemək nədir? Normalda itdir. İtin past simple nə olacaq? Ate. Düzdürmü? When I ate. Yemək nədir? Food or meal. Qardaşım qapını açdı. Qardaşım. My brother. İndi qapını açdı. Açmaq nədir yenə? Open. Açdı deyəndə keçmiş zamanda bu artıq kökündən dəyişən deyil. İ'də artırdıqlarımızdandır. Opened. My brother opened the door. Mənim qardaşım qapını açdı. Burada ümumiyyətlə when bir dəfəlik olan hərəkətlərdə istifadə olunur. Yəni bir dəfə olur və bir zaman dilimini əhatə edir. When I itdir bu. Davam edən hərəkət deyil. Olur və bitir. Okay? Yəni mən yeməmi yeyəndə qardaşım qapını açdı. Artıq qardaşım qapını açıb, hərəkət belə deyib bitibdir. Ona görə də burada when-də hər iki tərəfdə past simple istifadə etdim. Okeymi? Amma daha öncə yazdığım cümlədə present simple istifadə etdim və digər cümləmdə isə future simple, yəni gələcək zaman istifadə etdim. Növbəti cümləmiz isə past continuous, yəni keçmiş davam edici zaman haqqında olacaq. Deyirəm ki, onlar yatanda qapı, yox, bu sizi başınızı qarışdıracaq, pasiv boşu deməyək. Onlar yatanda telefon, deyək ki, telefona baxdım. Onlar yatanda telefona baxdım. Artıq mənim telefona baxdığım, mən telefona baxdım. Bu hansı zamandır? Hərəkət bitdi. When-in past simple-dan istifadə olunması. Amma onlar yatanda, yəni onlar yatarkən hərəkət onlara davam edir. Past continuous, onlar yatanda hələ də yatırlar. Məsələn, deyirsiniz ki, sonra müəllimə cümlələri izah edəndə mən baxırdım, baxıram. Yəni sizin baxmağınız davam edir hərəkətdir. Artıq mənim izahım isə bitmiş bir hərəkət olacaq. Telefona baxdım. I looked the phone. Baxdım, artıq baxdım, telefona baxdım. Burada watch-da istifadə etmək biraz absurd səslənir. I looked the phone, onlar yatanda. When və yaxud da yerdəşdirməni izah edəcəm. When, onlar yatanda. When they, past continuous'da they'dən sonra nə istifadə olunur? Were. They were sleeping. İndi mən bu cümləmin yerini dəyişib belə deyə bilərəm. When they were sleeping, I looked the phone. Bu formada da yaza bilərəm. Yəni, yerlərini dəyişmək mümkündür. İndi isə mən sizə tapşırıq olaraq yorumlarda sabitlənmiş formada cümlələr verəcəm tapşırıq olaraq. Zəhmət olmasa rəy bölməsində ona yanıt da verə bilərsiniz və yaxud təkli formada mesaj kimi rəy bölməsində yaza bilərsiniz. Mən onların hər birinə baxacağam və hər hansı bir səhvlik olduğu zaman sizə bildirəcəm. Bu bizim Venn qaydamızda çətin deyil. Əslində Venn qaydası biraz daha geniş bir, necə deyərlər, qramırdır. Amma hələ ki, yəni A2 üçün dərs 3-də izah edəcəyimiz isə bura qədər idi. Ümidvaram sizin üçün faydalı bir video oldu. İnşallah növbəti videolarımızda görüşərik. Sağ olun.